Deməli, baxaq 183-cü suala. 183-də deyir ki, zilal sintez zamanı A, S, U kod tripletli N-RNTS amin turşusu daşısaydı, onda amin turşularını kodlaşdırmayan DNT tripletlərinin və onların komplementarının növ sayının cəmi neçə olardı? Gəlin DNT-nin kod tripletlərini yazaq. A, T, T, A, S, T və ATS. Bunlar DNT-də kodlaşdırmır zulal. Digər tərəfdən bunlara komplementar mRNT-sində olur U, A, A, U, A, Q, U, Q, A. İndi biz bilirik ki, bunlar məlumat RNT-sinə uyğun olaraq nəqliyyat RNT-sində bunun komplementarı yoxdur. Demək, bizdən deyir ki, A, S, U. Bu nəqliyyat RNT-sində yoxdur əslində. Sadəcə olaraq bu deyir ki, bu kod olsaydı, daşısaydı nəqliyyat RNT-sində amin turşusu, o zaman neçə növ komplementarın kodlaşdırmazdı? Deməli, normalda 6 dənə kod tripletimiz kodlaşdırmayandır. A, S, U, deməli, baxırıq ki, bunlardan bunun komplementarıdır. U, G, A-nın komplementarıdır. İndi əgər bu amin turşusu daşıyırsa, deməli bu özü də kodlaşdırmada iştirak eləyir. Bunu çıxırıq. Bunun kod tripleti qarşılığı DNT-də olur A, S, T. Deməli bu da o zaman amin turşusunu nukleotit kodlaşdırır. Qalır yerdə 4 dənə bizim kodumuz ki, bunlar tripletlərimiz kodlaşdırmayanlar olur. ATT, ATS, UAA və UAQ. 4. Cavabımız B variantı. 4 kodlaşdırmayan tripletimiz var. 184-cü sualda. Eukaryot canlıların mRNT-sində urasil nukleotid ilə başlayan tripletlər maksimum neçə növ amin turşularını kodlaşdırır? Urasil ilə başlayan 16 kod triplet var və bunların 3-ü kodlaşdırmayandır. 16-dan çıxırıq 3-ünü, qalır 13 kod tripletimiz amin turşusu kodlaşdıran. D variantı. 185-ci sual. Nuklein turşularındakı neçə nukleotit növü üzünü köçürmə prosesində iştirak edib, ötürülmə prosesində bilavasitə iştirak etmir? Nukleotit növü dediyinə görə biz burada DNT-nin nukleotitlərini yazacaq. Adenin, guanin, sitozin və timin nukleotitləri. Bu DNT-nin nukleotitləri transkripsiyada iştirak edir, amma translyasiyada iştirak etmir. Ona görə cavabımız Y variantı. 4 nukleotit. 186-cı sualda. Eukaryot hüceyrədə sintez olunan hansı maddə molekulu hüceyrədən xaricə çıxa bilər? A. Ferment. Bəli, elə ferment özü xaricə çıxa bilir. Amma ATF hüceyrədən hüceyrəyə keçə bilməz. Xaricə çıxmır. DNT nüvədə, xloroplastda, mitoxondrinin daxilində qalır. Həmçinin RNT hüceyrədən çıxmır. Azot əsasları çıxa bilmir. Ancaq ferment çıxa bilir. 187-ci sualda. Bizə deyir ki, cədvəldə RNT növləri A, B, C ilə müxtəlif orqanoidlər isə X, Y, Z ilə işarə edilib. İndi bizə eukaryot hüceyrə verib, RNT-nin növləridir A, B, C. Baxırıq, orqanoidlərdə X orqanoidində və Z orqanoidində RNT-nin bütün növləri var. Deməli, bu X və Z ola bilər mitoxondri və yaxud xloroplast. Y-da isə yalnız RNT-nin bir növü var. Bu da ola bilər ribosom RNT-si və yaxud endoplazmatik şəbəkə, dənəvər endoplazmatik şəbəkə ola bilər, üzərində ribosomlar olan. İndi yanlış bəndi bizdən istəyir. Deyir ki, C ribosom RNT-si ola bilər. Bəli, biz dedik ki, C ribosom RNT-si ola bilər. X orqanoidində həm transkripsiya, həm də translyasiya baş verər. Bəli, olar. Çünki X həm xloroplast, həm mitoxondri olduğuna görə bu iki prosesin ikisi də baş verə bilər. Z iki membranlı orqanoid ola bilər. Doğrudur, ola bilər. Həm mitoxondri ola bilər, Z və yaxud X, həm də xloroplast.
Y membransız organoiddir. Doğrudur. Membransız organoid ola bilər, ribosom. Y yalnız A translyasiyada iştirak edir, xeyr. Transkripsiyada da iştirak edir, translyasiyada. Cavab Y səhvdir, yanlışdır. Sonra 188-ci sual. Cədvəldə müxtəlif avtotrof bakteriyalar və onların fotosintez zamanı istifadə etdikləri bəzi maddələr göstərilib. Verilənlərə əsasən yanlış cavabı müəyyən edin. Deməli, bu X bakteriya növü hidrogendən istifadə edib, hidrogen mənbəyi olaraq. Deməli, bu yaşıl bakteriyadır. Sonra Y bakteriyası sudan istifadə edib. Bu ola bilər siyanobakteriya və yaxud xemosintez edici bakteriyalar. Enerji mənbəyi kimi sudan istifadə edir. Siyanobakteriya. Z isə ola bilər hidrogen sulfitdən istifadə edən qırmızı bakteriya. İndi deyir ki, hər üç bakteriya növü fotosintez nəticəsində glikoza sintez edir. Doğrudur, sintez edə bilirlər. X ətraf mühitdə karbon qazını azaldır, oksigeni artırır. Yaşıl bakteriyalarda və qırmızı bakteriyalarda sərbəst oksigen ayrılmır da fotosintez zamanı. Ancaq ilk dəfə fotosintezi sərbəst şəkildə atmosferə verən siyanobakteriyalar olmuşdu. Ona görə bu ifadə səhvdir ki, X ətraf mühitdə karbon qazını azaldır, oksigeni artırır. X ümumiyyətlə oksigen qazı əmələ gətirmir. Ona görə cavabımız yanlış istəyirdi bizdən B variantı. 189-cu sualda. İki eyni növə aid otaq bitkisi şəkildəki kimi tərəzinin gözlərinə qoyulub və tarazlıqda saxlanılıb. Hər ikisinə işıq şüası düşüb üzərinə və bu bitkinin deməli deyir ki, hansı halda tərəzinin tarazılığı pozulmaz? A bitkisi görünən işığın göy və qırmızı, B bitkisi isə görünən işığın sarı və yaşıl spektri ilə təsir etmək. Əgər biz ümumiyyətlə fotosintezdə zamanı bitkilər göy və qırmızı işıqdan daha çox istifadə edirlər. Amma yaşıl və sarı işıqda fotosintezin sürəti minimum olur. Ona görə bu ifadə yanlışdır, pozular. Birinə A-da göy qırmızı, digərinə isə B-də sarı və yaşıl spektr ilə təsir eləsək, bu tarazlıq pozular. B-də deyir ki, A qabındakı bitkiyə yüksək, B qabındakı bitkiyə isə zəif işıqla təsir edilməsi. Bu da tarazlığı pozar. C. Tərəzini qaranlıq otaqda yerləşdirmək. Bəli, hər ikisini qaranlıq otaqda yerləşdirsək, o zaman fotosintez prosesi dayanar qaranlıqda. Tənəffüs prosesi isə davam eləyər. Cavab C variantı. 190-cı sualda bizə deyir ki, sxemdə X və Z eukaryot bir hüceyrədə baş verən bəzi proseslər, Y isə organoiddir. Deməli, DNT-dən mRNT, nRNT və ribosom RNT-si sintez olunub. Bu proses baş verir nüvədə. Y isə deyir organoiddir. X və Z eukaryot bir hüceyrədə baş verən proseslərdir. X transkripsiyadır. Z isə həmin bu mRNT əsasında zulalın sintezi translyasiyadır. Bu da baş verir ribosomlarda. İndi diqqətlə oxuyaq, bizdən doğrunu istəyir. Deyir ki, Y organoidi Holgi kompleksində formalaşır. Yanlışdır. Ribosom Holgi kompleksində formalaşmır. B variantı. Z prosesində iştirak edən azot əsaslarının növ sayı bu prosesdə iştirak edən nukleotidlərin növ sayına bərabərdir. Bu ifadə doğrudur. Çünki translyasiya prosesində 4 növ azot əsası iştirak edir. Adenin, urasil, guanin və sitozin. Və bunların riboza dayandığına görə karbohidratlarında RNT-nin nukleotidləri olduğuna görə 4 növdən nukleotid iştirak edir. Buna görə nukleotid sayı ilə azot əsaslarının sayı bir-birinə bərabərdir. Bu ifadə doğru ifadədir. 91-ci suala baxaq.
Cədvəldə verilən X və Y hüceyrə strukturlarının birgə rast gəlindiyi əksər canlı hüceyrələrdə hansı organoidə rast gəlinməz? İndi X organoidi hüceyrədə karbon qazının miqdarını artırır, oksigeni azaldır. Bu hüceyrə tənəffüsünü yerinə yetirən mitoxondridir. X. Çünki mitoxondri oksigendən istifadə eləyərək karbon qazı əmələ gətirir. Y isə X-in əksinə olaraq karbon qazının miqdarını azaldır, oksigeni artırır. Deməli, bu qeyri-üzvü maddədən üzvü maddə sintez eləyir, fotosintez həyata keçirir. Bu da xloroplastlardır. İndi bizə deyir ki, hüceyrə strukturlarının birgə rast gəlindiyi əksər canlı hüceyrələrdə hansı organoidə rast gəlməz? Bu mitoxondri və xloroplastda biz bitki hüceyrəsində rast gəlirik. Və bitki hüceyrəsində Golgi kompleksi var, endoplazmatik şəbəkə var, hüceyrə divarı var, ribosom var, amma ali bitkilərdə hüceyrə mərkəzi olmur. Ona görə cavabımız D variantı. 192-ci sual. Şəkildə verilib. Şəkildə fotosintez prosesi verilib. Fotosintezin işıq fazası və fotosintezin qaranlıq fazasıdır. Burada D variantı. Bu 10-cu sinif kitabında eyni ilə bu prosesin şəkli var. 193-cü sualda. Deyir, Euler-Venn diaqramına görə uyğunluğu müəyyən edin. Fotosintezin işıq fazası və energetik mübadilənin ikinci mərhələsi. Hidrogen protonu əmələ gəlir. Protonun əmələ gəlməsi deməli baş verir fotosintezin işıq fazasında. X-ə aiddir 1. Sonra ATF sintez olunur. ATF hər ikisində sintez olunur. 2. Sonra su əmələ gəlir. Hər iki prosesdə həm fotosintezin işıq fazasında su əmələ gəlir. Çünki OH radikalları birləşib oksigeni və suyu əmələ gətirirlər. Su yenidən dövrəyə qoşulur. Xlorofilin elektronlarını verir, parçalanır. Əmələ gəlir yəni su. Digər tərəfdən energetik mübadilənin mərhələlərində də su əmələ gəlir. Ona görə su hər ikisinə aiddir. 4-cü, ATF sintetaza kanalı yaranır. Kanal yaranır fotosintezin işıq fazasında. Sonra energetik mübadilənin ikinci mərhələsi glikolizdir. Glikolizdə kanal yaranmır. 3-cü mərhələsində kanal yaranır. Ona görə biz bunu 4'ü X-ə aid etdim. Sonra glikoza parçalanır. Glikoza parçalanır glikolizdə. Cavab 5. Deməli, indi baxaq. X-ə 1, 4, 1, 4, Y 5, Z 2, 3. Cavabımız B variantı. 194-cü sual. Euler-Venn diaqramına görə uyğunluğu müəyyən edin. Deməli, bizə fotosintezin işıq fazası verib və bir də hüceyrə tənəffüsü verib. Fotosintezin işıq fazasına hidrogen protonu əmələ gəlir. Hər ikisində əmələ gələ bilər. Z-ə 1. Sonra ATF sintez olunur. Həm energetik mərhələdə, həm də hüceyrə tənəffüsündə, həm də fotosintezin işıq fazasında ATF sintez olunur. Bura aiddir 2. Sonra 3. Su fotolizə uğrayır. Su fotolizə uğrayır X-da. Fotosintezin işıq fazasında. Sonra süd turşusu hidrolizə uğrayır. Bu aiddir Y-ə, yəni hüceyrə tənəffüsünə. 4. 5-ci molekulyar oksigen əmələ gəlir fotosintez nəticəsində. 5. Cavabımız X 3, 5, Z 1, 2, Y 4. Cevabımız B variantı. 195-ci sualda. Bitki hüceyrəsində plastik mübadilə aid olan proseslər. Plastik mübadilə və yaxud anabolizm kiçik molekullu birləşmələrdən mürəkkəb iri molekullu birləşmənin əmələ gəlməsidir. Glikozadan karbon qazının əmələ gəlməsi bu parçalanma reaksiyasıdır. Energetik mübadiləyə aiddir. İkinci, nukleotidlərdən nuklein turşusunun əmələ gəlməsi. Bəli, bu ifadə doğrudur.
aiddir. Zulaldan amin turşularının əmələ gəlməsi bu parçalanmada energetik mübadiləyə aiddir. Glikozda da nişastanın əmələ gəlməsi doğrudur. 2 və 4. Sonra 96. Bitki hüceyrəsində plastik mübadiləyə aid olmayanları, yəni energetik mübadiləyə aid olanları bizdən istəyir. Glikozdadan karbon qazının əmələ gəlməsi. Bu aiddir. Nukleotidlərdən nuklein turşusunun əmələ gəlməsi bu sintez reaksiyasıdır, yəni aid deyil. Zulallardan amin turşuların əmələ gəlməsi, bəli, bu da energetik prosesə aiddir, çünki parçalanma baş verir. 197-ci sualda karbohidratların energetik mübadiləsinin ikinci mərhələsi üçün səciyyəvidir. İkinci mərhələ glikoliz mərhələsidir. Deməli, prosesdə oksigen iştirak etmir. Doğrudur, çünki oksigen olmur. İkinci, mitoxondriyada baş verir. Bu yanlışdır. Üçüncü, bir molekul glukozanın parçalanmasına 36 molekul ATF əmələ gəlir. Yanlışdır. Üçüncü mərhələdə əmələ gəlir bunlar. Həm mitoxondriyada baş vermə, həm 36 molekul ATF əmələ gəlməsi energetik mübadilənin üçüncü mərhələsinə aiddir. Hazırlıq mərhələsi adlanır, yanlışdır. Glikoliz mərhələsi adlanır, bu doğru ifadədir və sitoplazmada baş verir, doğrudur. 1, 5 və 6. 98-də fotosintez prosesinin qaranlıq fazasında baş vermir. Molekulyar oksigenin əmələ gəlməsi bu işıq fazasında baş verir. Glikozanın sintezi qaranlıq fazada, ATF-in istifadəsi qaranlıq fazada baş verir. ATF-in sintezi işıq fazasında baş verir. Fotoliz bu da işıq fazasında baş verir. Su fotolizi uğrayır. Heksozanın yaranması isə qaranlıq fazaya aiddir. 1, 4 və 5 cavabımız. 199-dan. Sxemə əsasən doğru ifadələri müəyyən edin. Energetik mübadilənin mərhələləri verib. Birinci mərhələ hazırlıq mərhələsi. İkinci glikoliz. Üçüncü hüceyrə tənəffüsü. İndi bizə deyir ki, buradan doğru ifadələri seçin. Hər üç mərhələdə istilik enerjisi əmələ gəlir. Doğru fikirdir. İkinci, hər üç mərhələdə oksigensiz mühitdə yaşayan canlıları enerji ilə təmin edir. Bu yanlışdır. Hər üç mərhələdə üzvü maddə əmələ gəlir. Bəli, doğrudur. Hər üç mərhələdə ATF sintez olunur. Xeyr, ikinci və üçüncü mərhələdə ATF sintez olunur. Birinci mərhələdə istilik şəklində enerji xarici mühitə verilir. Buna görə cavabımız 1 və 3. 200-cü sual. Sxemdə, rəqəmdə göstərilənlərdən hansı işıq fazasında yaranır? Ümumiyyətlə, işıq fazasında yaranan bu hissədir. Kalvin sikli isə qaranlıq fazada yaranır. Ona görə işıq fazada yarananlar 2, 1. 1 və 2. 201-ci sual. Bir zulal molekulunun sintezi 20 saniyəyə başa çatır. Və bir amin turşunun zəncirə birləşməsinə maksimal vaxt sərf olunarsa, yəni bu amin turşusu minimum sürətlə 5də 1 saniyə ilə birləşib. Onda həmin zulal neçə amin turşusu qalığından ibarətdir? Biz bunu belə yazaq. 5 amin turşusu ixtisar aparmaq asan da olsun deyə 1 saniyəyə birləşir. 20 saniyəyə x amin turşusu. X bərabərdir. Buradan tapırıq 100 amin turşusu birləşib. Minimum sürətlə, yəni maksimal vaxt sərf olunub. Ona görə cavabımız 100. Digər tərəfdən deyir ki, 202-ci sualda ribosom mRNA üzərində maksimal sürətlə hərəkət edir. Maksimal sürətlə hərəkət edirsə, minimum saniyə ilə baş verir bu zulalın sintezi. Deməli, o zaman 6 amin turşusu 1 saniyəyə birləşir zəncirə. Polipeptid zənciri 150 amin turşusu qalığından ibarətdir. 150 amin turşusu x saniyəyə.
X bərabərdir 150 bölünsün 6-ya. Oradan da tapırıq. Haradasa 3 ixtisar aparsaq 75 bölünsün 3-dən 25. Deməli 25 saniyə bu zülalın sintezi üçün vaxt ayrılıb. 203-cü sual. Ribonukleaza zulalı 124 amin turşusu həlqəsindən təşkil olunub. DNT molekulundakı neçə nukleotid bu zülalı kodlaşdırar? Kodlaşdıran deyirsə, bir triplet və yaxud 3 nukleotid bir amin turşusunu kodlaşdırır. 124 vurulsun 3-ə, cavab 372. 204-cü sual. Orta nisbi molekul kütləsi 22.000 olan zülalın polipeptid zəncirini kodlaşdırmaq üçün nə qədər nukleotid tələb olunur? İlk öncə baxaq, burada görək neçə amin turşusu var. Bunu bölürük 110-a. Amin turşusunun çəkisinə. 1-0 da getdi. Deməli, burada 200 amin turşusu var. Bu 200 amin turşusunu kodlaşdırmaq üçün 3 nukleotid birləşib. Cavab 600. 205-də glikoliz zamanı 72 qram su əmələ gəlir. Glikolizdə normal halda 36 qram su əmələ gəlir. Və bu zaman yaranan ATF molekullarının neçə mol adenin azotlu əsası olar? 2 mol da ATF yaranırsa, 2 mol deməli azotlu əsas var. Deməli 36 qrama 2 mol azot əsası eləyir. 72 qrama X bərabərdir 4 mol. 206-cı sual. Canlının mRNA-sindəki bütün kod tripletləri adenin nukleotidi ilə başlasaydı, onda bu mRNA-də maksimum neçə növ kod tripleti ola bilərdi? On altı.